Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Abşeron rayonu Masazır qəsəbəsində bir nömrəli məktəbə yaxın marşruta 50 metr məsafədə 2 otaqlı tam təmirli həyət evi satışa çıxarıldı. Bütün kommunallar mövcuddur əziz izləyicilər. İşığın, suyun deməli sayğacı qoyulub, qaz da qoyulub sizə təhvil verilir. 2 otaqlıdır, tam təmirlidir. Qiymət təcili olaraq 40 mindən 36 min manata endirildi. Əziz izləyicilər, real alıcıya da inşallah razılaşma olacaq. Yəni cüzi miqdarda razılaşma olacaq, endirim olacaq. Deməli, orada qaz deməli bütün minutaya qədər qoyulubdur, tam təmirlidir əziz izləyicilər. Yandakı evimiz də yəni satışa çıxarılıbdır. Əziz izləyicilər, deməli yandakı 2 otaqlı evimiz də həyəti böyükdür. 38 min manat budur, 36 min manat budur. 2 otaqlı tam təmirlidir. İnternet xətti də evin tam yanındadır, gördüyünüz kimi. Qoşulub aylıq ödəyib istifadə edə bilərsiniz. Ev kürsülüdür. Gördüyünüz kimi 4-5 daş kürsülüdür əziz izləyicilər. Tam təmirlidir. Bu qiymətə 36 min manata Masazırda 2 otaqlı ev yoxdur. Girən kimi burada solda mətbəx hissəsidir. Ev tam təmirlidir. Təcili 40 min manatdan 36 min manata endirilib ki, satılsın. Aksesuarlar da quraşdırılıbdır. Hamam aksesuarları quraşdırılıbdır. Gördüyünüz kimi. İki otaq. Sadəcə burada otaqdan otağa keçid var. Bu birinci otağımızdır. İstilik sistemi də kombili xəttlər çəkilibdir. Radiatorla kombini özünüz alacaqsınız. Qapılar ağ rəngdədir, divar kağızıdır, avoydur. Bir dənə kənar plintuslar qalıbdır, onlar da vurulub təhvil veriləcək. Bu da ikinci otağımızdır. Bura yataq otağıdır. Əziz izləyicilər, qiymət 36 min manatdır. Əliyeva Vahid heykəlidir. Bravo marketə qurtuluşa çatmamış sağ massivdədir şəhərdən gələndə. Xırda işləri qalıb, o da plintusu, bəzi qazın sayğacı qoyulub veriləcək. İşıqla suyun sayğacı var. Əziz izləyicilər, Sənət Bələdiyyənin kadastro veriləcək. Asan Kommunalda qaz, işıq, su adımıza keçəcək. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun. Allah sizi qorusun. Nömrəmiz də 054 73 45 09. Satışda başqa evlərimiz də var. Nəqd kreditlə təmirli və təmirsiz satılası əmlakınız varsa müraciət edə bilərsiniz. Təşəkkürlər.